Salam hörmətli izləyicilər, xoş gördük hər biriniz, necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Bizans dövləti haqqında məlumat verəcəm. Deməli, biz bilirik ki, qədim Roma imperiyası 395-ci ildə iki hissəyə parçalanmışdı. Şərqi Roma və Qərbi Roma dövlətlərinə parçalanmışdı. Hansı ki, öyrənmişdik ki, bu Qərbi Romaya 476-cı ildə varlığına son qoyulmuşdu, bu öz yerində. Bir də vardı burada Şərqi Roma. Şərqi Roma isə Bizans dövləti adlanmışdı. Yəni, biz Bizansın yaranmasını 395-ci ildən götürürük. O, bəzi mənbələrdə, bəzi testlərdə Şərqi Romada deyə səsləndirilir. Bizans dövləti xalqların böyük köçü prosesi nəticəsində, yəni 4-7-ci əsrlər dövründə belə deyim, bəzi yürüş edən tayfaların yürüşünə məruz qalmışdı və Bizans torpaqlarının bir çox hissəsini itirmişdi. Və əslində burada xalqların böyük köçündən sonra nə qədər torpağını itirsə də belə, Bizans yenə də 3 qitədə torpaqları əhatə edirdi. Həm Asiya qitəsində, həm Avropa, həm də Afrikada onun ərazisi əhatə edirdi. Burada torpaqları var idi. Əsasən burada yaşayanlar Yunanlar olduğu üçün Bizansın dövlət dildə məhz Yunan dili idi. İnsanlar əsasən Yunan dilində danışırdılar. Burada deməli biz deyəcəyik ki, Afrikadan Avropaya gedən ticarət yolları məhz bu ölkənin ərazisindən keçirdi. Bizansın daxilində 1000-dən yuxarı sayda şəhərlər olduğu üçün onu həm də şəhərlər ölkəsi adlandırırdılar. Ən əsas şəhəri Konstantinopol şəhəri idi və Konstantinopol şəhəri Qızıl Körpü rolunu oynayırdı və belə adlanırdı. Belə ki, Avropa ilə Asiyanı birləşdirən şəhər, əsas mərkəz Konstantinopol şəhəri idi. Konstantinopol şəhəri burada paytaxt rolunu oynayırdı və indiki dövrdəki İstanbul şəhəri qədimdəki Konstantinopol şəhərinin ərazisinə uyğun gəlir. Burada biz deyəcəyik ki, Aralıq dənizindən Qara dənizə gedən ticarət yolları da məhz Konstantinopolun və digər şəhərlərin ərazisindən keçirdi. Böyük İpək yolu, hansı ki, Çindən Aralıq dənizinə qədər uzanan Böyük İpək yolu da eyni zamanda Bizansın torpaqlarından keçirdi. Bizans pullarına gəldikdə, Bizansın pulundan bir çox ölkələrdə, eyni zamanda Afrika, Asiya və Avropa ölkələrində istifadə olunurdu. Ticarət inkişaf etmişdi. Əsasən ticarətdə insanlar ağac işləmə, sümük işləmə, zərgərlik, digər sənətkarlıq sahələri ilə məşğul olurdular. Ticarət və sənətkarlığın inkişafı şəhərlərin çiçəklənməsinə səbəb olurdu və şəhərlər inkişaf edirdi. Lakin nə qədər inkişaf etmiş olsalar da tez-tez bəzi digər tayfaların hücumlarına məruz qalırdılar. Yalnız Bizans ərazisində şərq əyalətlər, şərq şəhərləri barbarların hücumuna məruz qalmamışdı. Burada da qeyd eləmişəm bunu. Yəni, barbarların digər ərazilərə yürüşü baş vermişdi, yalnız şərq əyalətlərdən yürüşləri olmamışdı. Burada ölkəyə dair edən şəxs imperator titulunu daşıyırdı. İmperator qeyri-məhdud səlahiyyətlərə malik bir hökmdar idi. Eyni zamanda imperator qanunlar verirdi, qaydalar müəyyənləşdirirdi, orduya rəhbərlik edirdi. Xarici dövlətlərlə, yəni həmin dövlətlərin başçısı ilə əlaqə qururdu. Eyni zamanda ölkədə imperator kilsə başçısı rolunu oynayırdı. Daha sonra burada Bizansın qızıl əsri adlandırılan dövr haqqında deyəcəyik Justinian dövrünə söhbət gedirdi. İmperator Justinianın hakimiyyət illəri 527-565-ci illər dönəmini əhatə etmişdi. Onun dövründə qızıl əsrin simvolu hesab edilən müqəddəs Sofiya məbədi inşa edilmişdi, Justinian tərəfindən inşa etdirilmişdi. Onun dövründə Justinian məcəlləsi adlı qanunlar məcəlləsi qəbul edildi. Justinian məcəlləsində mahiyyət nə idi? Belə ki, sosial və etnik mənşəyindən asılı olmayaraq bütün xristian təbəələri, yəni xristian dini nümayəndələri qanun qarşısında bərabər hesab olunurdu. Hər biri bərabər hüquqlu idi. Hər bir kəsin məhkəməyə müraciət etmək, torpağa sahib olmaq hüququ var idi. Burada da qeyd eləmişəm. Eyni zamanda Justinian məcəlləsində imperatorun qeyri-məhdud hakimiyyətə malik olması haqqında məlumatlar, dövlət və kilsənin ittifaqı haqqında, müttəfiqliyi haqqında məlumatlar qeyd olunurdu. Justinianın dövründə biz deyəcəyik ki, onun xarici siyasətdə əsas məqsədi əvvəlki qədim Roma imperiyasının sərhədlərini bərpa etmək idi. Yəni, bu qədər böyük bir dövləti yenidən bərpa etməyə çalışırdı. Bunun üçün də işğalçılıq yürüşlərinə başladı. İmperator Justinian ilk növbədə Şimali Afrikadakı Vandal krallığını işğal etdi. Ardınca İtaliya istiqamətində yürüş edərək
Oskot krallığına məğlub edib buranı işğal etdi. İspaniya yürüş edib İspaniyanın cənub-şərq əyalətlərini işğal etdi və bununla da artıq ölkənin ərazisini 2 dəfə genişləndirməyə nail olmuşdu. Lakin ölkə ərazisində quldarlığın bərpa edilməsi və Roma vergi sisteminin bərpa edilməsi müəyyən narazılıq hala gətirib çıxartdı. Belə bir anda, deməli, 6-cı əsrin ortaları dönəmində Slavyan və Türk tayfalarının Balkan yarımadası ərazisində məskunlaşması baş verdi ki, Justinianın icazəsi ilə onlar bura gəldilər, məskunlaşdılar və onların burada məskunlaşması ilə quldarlıq qaydaları feodalizm qaydaları ilə əvəz olunmuşdur. Yəni biz deyəcəyik ki, quldarlıq çox gec burada əvəz olunur feodalizmin 6-cı əsrin ortalarında. Lakin daha sonraki dönemlerde vurguluyoruz ki Justinianın ölümündən sonra dövlət zəifləməyə başlayır. Bizans qərb torpaqlarının çox hissəsini itirir. Digər bir tərəfdən də burada Qot tayfaları, Slavyan tayfaları və digər tayfaların gəlib burada məskunlaşması baş verir ki, onlar buraya gəlib məskunlaşsalar da belə imperatorlar müttəfiq siyasət yürüdürlər və ölkənin siyasi quruluşuna heç bir təsir göstərmirlər. Daha sonra burada qeyd edəcəyik ki, 7-ci əsr dövründə Bizans Afrikadakı və Avropadakı, Asiyadakı torpaqlarının böyük bir qismini itirdi. 7-ci əsrin ortalarında Bizansın əlində yalnız Kiçik Asiya torpaqları, Balkan yarımadası və İtaliyanın bir sıra əyalətləri qalmışdı. Çünki 7-ci əsr dövründə əsasında ərəblərin yürüşünə məruz qalırdı Bizans dövləti. Eyni zamanda Bizansın Sasani ilə müharibələri gedirdi ki, burada biz deyəcək ki, 532-ci ildə onların arasında müqavilə də imzalanmışdı. Lakin bir neçə əsr sonra 10-cu əsrin ortaları dönəmində artıq ərəblərdə Abbasilər sülaləsinin zəifləməsi, yəni parçalanması və böyük Bulqar dövlətinin zəifləməsindən Bizans dövləti istifadə etdi. 10-cu əsrin ortalarında Bizans dövləti yuxarı Mesopotamiyanı, Kipr adasını, Krit adasını və Suriya torpaqlarını işğal edib dövlətin ərazisini yenidən genişləndirməyə nail oldu. Burada məlumat qeyd olunur 1071-ci ildə Malazgirt döyüşü haqqında. Belə ki, Malazgirt döyüşü Səlcuqlularla Bizans arasında baş vermişdir. Səlcuq hökmdarı Alp Arslan Bizans imperatoru Roman Diogenlə mübarizə aparmışdı və bu döyüşdə hətta Turan taktikasından istifadə olunması haqqında məlumat qeyd olunur. Bunun haqqında daha ətraflı Səlcuq dövlətini keçən zaman öyrənəcəyik və 1071-də baş vermiş bu döyüş zamanı deməli Səlcuqlar qalib gəlirlər, Bizans məğlub olur və Anadolu torpaqları həmişəlik Türk torpağına çevrilmiş olurdu. Və ən sonda Bizansın varlığına son qoyulması 1453-cü ildə Osmanlı Sultanı Fatih II Mehmet tərəfindən həyata keçirilmişdi ki, məhz buranı fəth edəndən sonra ona Fatih təxəllüsü verilmişdi. 1453-cü ildə Bizansın varlığına son qoyulmuşdu, süqut etmişdi. 395-ci il yaradılmış Bizans görün nə qədər müddət, yəni uzun neçə əsrlər davam etmiş və varlığına son qoyulmuşdu. Bir də burada belə bir məlumat qeyd olunur ki, imperatorun ilahiləşdirilməsi haqqında. İmperatoru ilahiləşdirirdilər, onun yalnız rəsmi hakimiyyətini yox, eyni zamanda digər cəhətlərdən də müqəddəsləşdirirdilər və imperatorun geyindiyi paltarlar qızılı və purpur rəngində olurdu. Purpur rəngi çox deyil müqəddəs rəng hesab olunurdu. Hətta imperatorun sarayı inşa edilərkən purpur rəngində porfir daşından istifadə olunurdu. Bu cür daşlarla sarayı bəzəyirdilər. Hətta imperatorun övladları porfir adlanan otaqlarda dünyaya gəldiyi üçün onlara porfirogenet də deyirdilər. Bizans dövləti haqqında verəcəyim məlumatlar bu qədərdir. İnşallah növbəti dərslərimizdə digər mövzular haqqında məlumat verəcəm. Oldu, sağ olun.